İçməli suyu təmizləməyin ən ucuz üsulu. Finlandiyanın Oulu Universitetinin alimləri içməli və tullantı sularında qalan antibiotik və digər dərman qalıqlarını effektiv şəkildə aradan qaldıran yeni üsul təklif edib. Təcrübələr göstərir ki, şam ağacının qabığı əsasında hazırlanmış təmizləmə materialı bu zərərli maddələri sudan çıxarmaqda çox səmərəlidir. Tədqiqatda qabıq əvvəlcə maqnetit ilə modifikasiya olunur. Bu materialın sudan daha asan ayrılmasına imkan verir. Hazırlanmış filtr vasitəsilə ilə keçən tullantı suda antibiotiklər, antidepressantlar, ağrı kəsicilər və təzyiq dərmanlarının qalıqlarının bir çoxunu təmizlənib. Hazırda tullantı suların təmizlənməsi üçün mövcud texnologiyalar dərman qalıqlarını tam çıxara bilmir və bu qalıqlar ətraf mühitə daxil olaraq antibiotik müqavimətinin artırılmasına səbəb olur. Alimlərin sözlərinə görə şam ağacının qabığı kimi təbii materialların bu məqsədlə istifadəsi həm iqtisadiyyat prinsiplərinə uyğundur, həm də tullantı materialların yararlı məhsula çevrilməsinə imkan verir.